Azərbaycan milli komandasının üzvü Rahil Məmmədov Turan Tovuza keçib. Qərb təmsilçisi onunla bir illik müqavilə imzalayıb. Son olaraq Araz Naxçıvanın formasını geyinən müdafiəçi karyerası ərzində Neftçi, Səbail, Zirək, Qarabağ və Polşanın Eleksi, Lodz və Radomya klublarında çıxış edib. Araz Naxçıvan Neftçinin hücumçusu Ağadadaş Salyanskini heyətinə qatıb. 22 yaşlı hücumçu qarşıdakı mövsüm icarə əsasında Muxtar Respublika təmsilçisində çıxış edəcək. Salyanski ötən futbol ilində Neftçi forması ilə 14 oyun keçirib və 2 qolla yadda qalıb. Misli Premyer Liqasının birinci turunda baş tutacaq Sumqayıt Neftçi maçının məkanı dəyişib. Belə ki, oyun Sokar Polmer Arenada təşkil olunacaq. Buna səbəb kimyaçıların ev oyunlarını keçirdiyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyündən yenilənmə işlərinin aparılmasıdır. Qeyd edək ki, ölkə çempionatında 2026-27-ci illər mövsümü avqustun 14-də start götürəcək.